Deməli, müəllim mərhəmətli xidmətini keçirdikdən sonra şagirdlərdə mənəvi dəyərlər, bu şəxsiyyət yönümlülük, bir də problem həll etmə. Bəli, düz D deyirsiz, variantı. doğrudur. Sonra burada deməli Hicran müəllim siz oxuyun. 51-də. Müəllim 28 may Respublika Günü ilə bağlı tədbir keçirir və tədbirdə xalq rəqsləri ifa edilir. Bu situasiyada müəllim şagirdlərdə hansı səriştəni formalaşdırır? Pedaqoji prosesin təşkilinə verilmiş tələblər hansını real-laşdırır? 28 may. Burada başlan kimi bilinir var. Milli kimliyin dərki, bir də şəxsiyyət yönetici variantıdır. Keçirilən KSG-nin nəticələrini sinifdə müzakirə olunmur. Bu da şagirdlərin problemlərinin həll olunmasına mane olur. Bu zaman ümumi təhsilin təşkilinə dair verilmiş pedaqoji tələblərdən hansılarının prinsipi daha çox pozulmuş olar? Bu da bərabər incəlik. Dəstəkləyici mühit, bir də inkişaf yönümlülük A variantı. A da müəllimə. Bir dənə də baxın. İkincisi üçün, bir dənə ikinciyə baxaq. Burada müəllimə dəstəkləyici mühitin yaradılması yoxdur ümumiyyətlə. Bu sualda A bəndə olan o dəstəkləyici səhvdir. Ona görə bir Amma dəyişiklik inkişaf yönümlülük var da. var. Amma 7-də var axı. Əslində cavabı Y götürüblər, stimullaşdırma. Amma stimulla heç bir əlaqəsi yoxdur axı. Onu düzəldərsə arxada 52-nin cavabını düzəldərsiniz. Orada sadəcə inkişaf yönümlülükdür. Müəllim şagirdə tapşırığı yerinə yetirmək üçün Çivdən internet resurslarından və kitabxanadan istifadə etməsinə yönəldir. Bunda onda informasiya savadlığı şagird yönümlülükdür. Bəli, düz deyirsən. Sonra şagird dərsə gecikir, müəllim şagirdi sinifə buraxır, lakin yerində əyləşməsinə icazə vermir. Sinifdə pedaqoji prosesin təşkili prinsiplərindən hansı pozulmuşdur? Yəni demək, dəstəkləyici mühit yox. Hətta dəstəkləyici mühit. Deməli, C-dir də dəstəkləyici. şagird dərsə gecikir. Bəli, düzdür. İcazə vermirsə, sağlam mənəvi mühit pozulur. Doğrudur. 55. 55. Müəllim tədris ilinin əvvəlində buzqıran strategiyasından istifadə edir. Şagirdlər strategiyası nədir? Şagirdlərdə yumşaq bacarıqlar formalaşır, bir-birinə ünsiyyət qururlar. Şagirdlər bir-birini daha yaxından tanıması üçün dialoqlar təşkil edir. Bu fəaliyyət şagirdlərdə hansı səriştənin formalaşdırmasında pedaqoji prosesin yerləşməsinə xidmət edir? Ünsiyyət, bir də dəstəkləyici mühit B variantı. Bəli. Sonra 56-dan İradə müəllim siz başlayın. 56-da yazılıb ki, müəllim, paralimpiya oyunları haqqında təqdimat edən şagird sonda hər kəsin idmanla məşğul olmaq haqqı var fikrini səsləndirir. Bu situasiyaya görə müəllim şagirddə hansı səriştəni